Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, mən Vüsal Kəlbəzəri 20 ildir ki, təhsil sahəsində çalışırıq və 20 il ərzində ilk fəaliyyətə başlayanda da Zaqatalada olmuşam. İndi də hər il, hər aylarda demək o Zaqatalada oluruq. Zaqatalanın ən uzqar kətləri, Qalalı kəndindən tutmuş, aşağı Çardaqlar kəndinə qədər, Danat kəndinə qədər bütün kətlərdə olmuşuq və hamısına dost olmuşuq. Bütün direktorlarla, müəllimlərlə, 90% ilə əsas təhsilə qiymət verən. Biz bu günlərin yenə də ən uzqar kətlərdən biri olan Sabunçu kəndindəyik. Mən direktor kimi müsahibə götürməyə gəlməmişəm. Direktor kimi müsahibə götürməyə gəlsəydi məktəbə gələrdik. Biz bu günlərin gözəl bir müəllimə üçün gəlmişik. Gözəl bir demək, şagirdlərə ana qayğısı göstərən bir müəllim üçün gəlmişik və Azərbaycan vətəndaşı üçün gəlmişik. Mənim adım Vüsal Kəlbəzəri. Bir daha sizi xoş gördüm müəllimə. Allah təala sizə uzun ömür versin, can sağlığı versin. Adınız, soyadınız? Qədirova Aşurey Musa qızı. Qədirova Aşurey müəllim. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışırsınız? Mən 1992-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, həmin il təyinat olaraq Doğma Sabunçu kəndində işləməyə 92-ci ildən burada işləyirsiniz. Ay maşallah. Biz siz kimi müəllimlərlə fəxr edirik. Demək olar ki, 34 ildir ki, təhsil sahəsində canınız fəda verən müəllimsiniz və 34 ilində demək olar ki, ən uzqar kətlərindən biri. Çaylar, çayın içində, yollar çətin vəziyyətdə olan bir kətdə dərs keçirsiniz. Ona görə siz həqiqətən qəhrəman müəllimlərdən birisiniz. Siz öz adımızdan sağ ol deyirik. Hansı fənn tədris eləmişsiniz müəllimə? Azərbaycan dili və ədəbiyyat. Çox gözəl. Deyir ki, bir dövləti məhv eləmək üçün onun dilini almaq lazımdır. Azərbaycan dilimizin zənginliklərini, ədəbiyyatımızın zənginliklərini, nizamimizi, füzulimizi, nəsimimizi şagirdlərə 34 ildir təbliğ edirsiniz. Ona görə sizə öz adımızdan dərin təşəkkürümü bildirirəm, minnətdarlığımı bildiririk və bu çəkilişimiz vasitəsilə sizin şagirdlərə bugün 2026-cı ilə yadımdan çıxsın 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik eləmədim. Təbrik edirəm. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sizi təbrik edirəm. Bu çox gözəl ildə bir gün olan bir hadisədir. Bu da hadisə sizin bəxtinizə, qismətinizə gəlibdir. Ki 8 Mart günü biz sizdəyik, sizin qonağınızıq. Allah təala sizə uzun ömür, can sağlığı versin. Arzumuz odur ki, gələn 8 Marta qədər ürəyinizdə nə arzular varsa hamısı sizin olsun müəllimə. Təbrik edirəm. İndi hal-hazırda neçə yaşınız var müəllimə? Hal-hazırda 63 yaşım. 63 yaşınız var. Hələ 2 iliniz, 3 iliniz var. Jurnalist deyilməlidir. Jurnalist ya tənqidlər çəkməlidir, ya müsbətlər çəkməlidir. Mən bura bugün tənqid çəkməyə gəlməmişəm. Bugün müsbət çəkməyə gəlmişəm. Və adiyyəti olan orqanlardan başda cənab prezidentimizdən xahişimiz odur ki, həqiqətən belə uzqar yerdə işləyən müəllimlərə əməkdar müəllimanda adı verilsə azda, tərəqqi də şərəf ordenində. Biz xahiş edirik və rica edirik adiyyəti olan orqanlardan və o cümlədən də cənab prezidentimizdən. Həm də müəllimə direktor kimi fəaliyyət göstərir. Neçə direktor işləyirsiniz müəllimə? 95-ci ildən. 95-dən ildə direktor işləyirsiniz. Çox gözəl, gözəl bir kollektivin rəhbəridir. Müəllimə sizə öz adımızdan sağ ol deyirik. Allah təala o gün eləsin ki, inşallah buranın yolları düzəlsin, yolları gözəl olsun. İnşallah sizin məktəbinizin prezident təqaüdçüləri, şagirdləri olsun. Və biz sizlərlə fəxr edirik. Bu gözəl balalar sizin qardaşınızın balalarıdır. Mənim qardaşımın nəvələridir. Çox gözəl. Qardaşımın oğlu Musa'nın uşaqlarıdır. Çox gözəl. Yəqin ki, bilirsiniz. Şuşa Fatihidir. Çox gözəl. Çox gözəl, çox gözəl. Sən adın nədir gözəl bala? Kim? Günəş. Günəş. Ay, nə gözəl adın var sənin. Allah saxlasın. Böyüyəndə kim olmaq istəyirsən? Müəllim, həkim, kim olmaq istəyirsən? Həkim olmaq. Ay maşallah. Və sənin adın nədir? Yağmur. Yağmurdur. Ay maşallah. Sən böyüyəndə kim olmaq istəyirsən? Həkim. Sən də həkim olmaq istəyirsən. Nə həkim olmaq istəyirsən? Ürək, göz, qulaq, uşaq həkimi nə olmaq istəyirsən? Elə həkim olmaq istəyirsən. Arzu edirik ki, inşallah siz də arzunuza çatasınız. Bibiniz kimi vətənimizin dəyəri inşallah övladlar olasınız. Gələcəkdə hansı sənəti peşə sahibi olmağına baxmayaraq vətənimizin dəyərli vətəndaşı olasınız. Atanız kimi Azərbaycanımızın bayrağını yüksəklərə qaldırasın inşallah. Bibiniz kimi də vətənimizin dəyərli vətəndaşı olasınız. Təşəkkürlər. Bəli, hörmətli izləyicilərimiz, bu günlərin çağdaş təhsil komandası olaraq mən Vüsal Kəlbəzəri 18 kitab müəllifi olaraq bu günlərin gözəl bir müəllimlərimizi, gözəl bir anamızı, gözəl bir Azərbaycan xanımını sizlərə təqdim elədik. Təşəkkürlər, minnətdarım, çox sağ olun.